Qardaşım, hamımız inanırıq da öləndən sonra həyat var. İman gətirmişik. Biz iman gətirmişik. Bu olmasa biz müsəlman sayılmırıq. Söhbət ondan gedir ki, öləndən sonraki həyata iman gətirməyin, yəqinliyin miqdarı, dərəcəsi fərqlənir. Sən nə qədər inanırsan, mən nə qədər inanıram. Əslində, yəqin inanan heç vaxt rüşvət verməz, heç vaxt sələm yeməz, heç vaxt oğurluq etməz. Sən nə edirsən, qardaş? Sən inanmırsan ki, Allahın qarşısında dayanıb cavab verəcəksən. Ya, var, inanıram, zəifdir o iman. Amma hamımızda var. Dərəcə fərqlənir. Dərəcə fərqlənir. Vallahi, o yəqin inanan adam ki, qarşılaşacaq Allahla, etdiyim şeylərə görə cavab verəcəm, bu heç vaxtı zina eləməz, o heç vaxtı oğurluq eləməz, o qətil eləməz, nə bilim, filan günahlar eləməz. Amma yəqinliyimiz zəifdir. Ona görə onlar, Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Sahabələrimi söyməyim, sizdən birinizin deyir, Uhud dağı qədər verdiyi sədəqə, Uhud dağı qədər. Onların bir ovucu yoxdur, verdiyinə çatmaz deyir. Yəni, var, sən sədəqə verirsən, var, onlar sədəqə verir. Zahirəndirsə, Uhud dağı daha çoxdur. Yığ Uhud dağı boyda bir sədəqə, Allah yoluna sədəqə verir. Bir dənə sahabə gəlir bir ovucuna verir sədəqəni. Bununla niyə? Daşıdır qəlblə. Gör, kim verir, yəni? Çoxluqla deyil, qəlbləndir. Ona görə insan gərək qəlbini daha çox müalicə eləsin. Mən hər dəfə deyirəm, baxın, insanın qəlbinin zəif, qəlb əməllərinin zəif olması dartır onu asiliklərə. Məsələn, bir insan ruzisi zəifdir, səbir edir. Sonra deyir, Rəşə qardaş, valla güzaran düzəlmir. Gedir, banka kredit götürür pul. Nəyi zəifdir? Qəlb. İmanı. Allaha olan, Allahın Razzaq isminə, ruzi verən isminə, qəlbinin buna imanı zəifdir. Allah da səni ac saxlayıb öldürməyəcəkdir. Vaxt, səbir. Neyin izləyirsən? İmtihan edir Allah.